yerləşdirsən, o i minus d və i plus d aralığındakı ağacların hamısını qoruya biləcək. Məsələn, mən burada D2-dir həmin üçün. Mən o mühafizəni 3-ə yerləşdirsəm, bu hardan hara ağacları qoruya biləcək? Bu hissəni, bir də 5-ə qədər olan hissəni, düzdür? Və bizdən elə bir şey istəyir ki, deyir minimum neçə mühafizə lazımdır ki, bu bütün ağacları gözətimləyə bilsin. Baxın, məsələn, burada mütləq biri də lazımdır ki, 4, o da gəlib 6-nı gözətimləyə bilsin. Yəni 6-ya gəlib çata bilsin. Yəni mütləq 2 dənə lazımdır bizə. Minimum. Sual şərti aydındır hamıya? Nə demək istədiyi? Mən deyim, bəli. Cəmlərlə fərqini bir-birinə bölsək bal verər. Yaxşı da, elə şeylər eləmə. Məntiqli bir şey düstur tapırsansa da. Yəni, o niyə cəmlərin yarısına bölsən cavabı verər? Bax, onu niyə? Məsələn. Yox da, indi biraz detallı fikirləşək. Fikirləşin, məncə asan tapa bilərsiniz. Müəllim düsturlandı yoxsa? Yo. Yəni uşaqlar, N də kiçikdir, D də kiçikdir. Nəyisə yoxlayaraq da eləyə bilərsiniz. Və yaxud da bəlkə düstur da tapmaq olar, amma düsturun mənə şeyini deyin ki, o düstur hardan gəldi? Niyə iminli A-nın üstünə B-ni Müəllim gəlir? düsturu tap. Sən düz bayaq dediyini bir də de. İ üstə gəl, D bölünsün, İ çıxsın. Yo. Okey. Bir 2-3 dəqiqə düşünün. Düsturla tapmaq olar, hə. Amma düsturu fikirləşin. Müəllim çətin düsturdu. Çətin deyil. Düstursuz da tapa bilərsiniz bəlkə. Müəllim deyə bilərəm. Uşağına fikir var. Son şərtini heç anlamadım. Bax, sualın bir də şərtini deyim. Bax, sənə N verir. N dənə deyir ki, ağacın var. Məsələn, 6-dır bu N. 1-dən 6-ya qədər ağaclar səndə belə nömrələnibdir. Sən bu ağacların hamısını qorumalısan. Və qorumaq üçün də sən bu ağacların hansılarınasa mühafizə yerləşdirməlisən. Və mühafizəni sən i-nci ağaca yerləşdirsən, o i-d-dən i plus d aralığındakı bütün ağacları qoruya biləcək. Tamam, belə bir şey deyir bizə. Və sənə deyir ki, indi minimum neçə dənə mühafizə yerləşdirməlisən ki, sən bütün ağacları qoruya biləsən. Bax, məsələn, burada D-miz 2-dir. Sən birinci 3-ə yerləşdirsən bu mühafizəni. Bu 3 minus 2-dən, yəni 1-dən 3 plus 2-yə, yəni 5-ə qədər olan bütün ağacları qoruyacaq. Və sən də bütün ağacları qorumalısan. Görürsən ki, birini yerləşdirsən kifayət eləmir. Ona görə məcbur birində məsələn 4-ə yerləşdirirsən. Ona görə cavabın olur 2. Aydındır sual şərti. Müəllim, istədiyimiz bir İS qoya bilərik. Bəli, amma minimum sayda yerləşdirməlisən. Müəllim, düstur 2D üstə gəl 1D. 2D üstə gəlsin 1. Niyə amma? O 2D üstə gəlsin 1 nə anlama gəlir? Yəni ümumi ərazini edə biləcəyi varsa. Yəni, yəni bir dənə inspektor, məsələn, hər hansısa bir inspektor yerləşdirsən, tutaq ki də, yəni o mühafizəni bura yerləşdirsən, o Müəllim, həmişə 2 olacaq. Yox. Niyə ki? Məsələn, 5-2 olsaydı cavab 1 idi. İki D plus 1 var. 2D plus 1 niyə var? Çünki əgər bir dənə mühafizə bura yerləşdirəndə bu tərəfi, yəni necə dedik? I minus D-dən I plus D-yə qədər ağacları yoxlaya bilir də, düzdür? Bu aralıqda neçə dənə ədəd olduğunu necə tapa bilərəm?
i minus d-dən i plus d-yə qədər i üstə gəl d-dən i çıxılsın, d-nə çıxıb üstünə 1 gələrik. Ay sağ ol. i plus d-dən çıxaram. i plus d-ni düzdür? Yəni 2d üstə gəlsin 2D. 1 qədər ədəd. Müəllim, Yəni üstə gəlsin 1 olmur axı. İlər islah olur. i'lər getdi də, sən demədin üstünə 1 gəlir. Çaşdırma bəli, üstünə 1. Aha. 2d üstə gəlsin 1 qədər. Yəni bu nə anlama gəlir? Sən bir dənə mühafizəni hansısa nöqtəyə yerləşdirdiyin anda o 2d plus 1 qədər ağaca baxacaq. Ən çoxu, ən maksimum bunu eləyə biləcək. İndi bundan yola çıxaraq sizcə nə etmək olar? Yəni baxın siz bilirsiniz ki, artıq bir dənə mühafizə maksimum 2d plus 1 qədər ağaca baxa bilir. Müəllim, hər dəfəsində həmin o n-dən onu çıxacağıq. N-dən onu çıxarsan, Bəli, çıxacağıq. Elə bil, əgər 5-dən böyükdürsə, cavab 3-dür. 5-dən kiçikdirsə, cavab 2-dir. Yəni qalan. yox. O düşünüm bir dənə. Yəni əgər cavab 2-dir, üstə gəl 1-dən böyükdürsə, cavab 3 olacaq. Yox. 2-də üstə gəl 1-dən böyükdürsə, yenə bölməyə davam eləyəcəyik. Əks halda cavab 2 olacaq. 2d plus 1-dən n-dən böyük deməksən, Bəli. onda elə bölməsinə baxsan daha məntiqli olmazmı? Bölünməsinə. Yəni 2y üstə gəlin. Bölünsün. 2y üstə gəlin. Yəni hardasa bölünməyinə baxmaq əslində uşaqlar daha məntiqlidir. Çünki yəni məsələn də siz bölünməsinə baxaraq nəyi müəyyənləşdirirsiniz ki, bir növ. Yəni 6 bölünsün, məsələn, burada 6 deyil. Siz müəyyənləşdirirsiniz ki, bizdə bu nə oldu? Bir adam 5-dən ağaca baxa bildi, düzdür, D2-dir. 6-nı 5-ə bölürsünüz, alınır neçə? 1 tam nə qədər, düzdür? Bu qalan hissəni də bir növ tamamlamaq üçün siz mütləq bir dənə də inspektor dəvət eləməlisiniz bura. Yəni qalıq varsa mütləq 2 olmalıdır. Əgər tamdırsa, okeydir. Bax mən sənə bayaq nəyi deyirdim? Məsələn, 5 2 olsaydı nümunə, bunun cavabı nə olacaqdı? Yenə 2d plus 1-imiz nə olacaqdı bizim? 5. 5-də 5-ə böləcəydin, cavab 1 olacaqdı. Həqiqətən də bir dənə mühafizə buna bəs eləyir ki, bütün ağaclara baxa bilsin. Yəni yenə sən 3-də yerləşdirərsən bu mühafizəni, 1-dən 5-ə qədər hamısına baxar. Aydındır? Bir dənə bundan yola çıxaraq hamı istəyirsə kodun yazsın. Mən də o vaxta qədər bir dənə su götürüm gəlirəm.
Okey, uşaqlar gəldim. Hə, nə baş verib? Xəta baş verib Adcoder-da. Müəllim, mən o bir sərə saldım. Müəllim, indi kodunu yazıram, çox az qalıb. Yox, müəllim, bu eyni koddur, bu yazdıqlarım. A-nı submit elədim, sadəcə düşdü. Müəllim, məndə %100 verdi. Qəşəng. Bir anlıq elə bildim Əkbər, çox möhtərizə gördüm. Elə bildim nəyi sifləyib eləmisən, ürəyim düşmüşdü. Yox, müəllim, mən belə şeylərdə adətən ifləyirəm. Yox, bu ifləmək deyil də, yəni bu normaldır. Elə bildim belə götürüb 50 dənə if sad yazmısan, xüsusi case-lərdə. Okey. Yox, müəllim, asan idi. Denən Cəmil. Müəllim, mən düzdür. Düzdür. Elə Hamının 10 koduna baxıram. Özüm işinə baxıram. Məndə bir dənə siyahıdan ancaq düşdü. Bu qədər. Siyah da düsturdur. Düstur Bəli. necə yazmısan ki? Biri müəllim 2y plus 2y yəni plus n, yəni x, mən dəyişən x bölünsün 2y plus 1. Bir dəqiqə, o birinci nə dediyini bir də de. Elə bil x-in üstünə gəlirəm 2 vur y bölünsün 2 vur y plus 1. Hə, səndəki şeyə görə bir dənə düsturda o qalığı ləğv eləyir ona görə. Bəli, bəli. Yəni qalıq qalanda üstünə bir gəlib verir elə bil çıxışa. Bu da elə sadəcə Yəni müəllim yuvarlaqlaşdır. Yuvarlaqlaşdır. Okey. Müəllim, onsuz bunun ona bölünməsini yoxlamaq kifayət eləyir də. Yəni iki üsul da var. Fərqi yoxdur o qədər. Mən adətən bu ifin tərəfdarıyam. O bir qəşəng. Aha, sən də biraz fərqli üsulla yazmısan. Yəni məntiq eynidir. Amma qəşəng. Ay müəllim, bu qədər ifin niyə? Nə ifi? Bu qədər define daha doğrusu. Hə. Cavidandır da. Ay Cavidan, double da duybu eləmədə də. Mən Cavidan koduna baxıram. Aha, A-da bir adam var idi, düz oldu 4 adam. Hamısı vektordur. Çünki görürəm PB falan ən başda. Sonra aşağı baxıram, görürəm elə deyil. Çox qəribə. Wrong answer verəcəm bir gün. Müəllim, Ay, onsuz şey ver. Prosta adını. Okey, baxaq C sualına. Əsas az yazılan suallara baxacağam. Müəllim, bu sual ağlım yazamadım, amma vektor atıb bir şey eləmir, çalışdım. Deməli, permütasiya verilir bizə. Mən çox asan dərsim. Yerini dəyişə bilirik, sonra da sortlanmış versiyaya gətirməliyik. Müəllim, bilirsiniz əsas problemi harda oldu? Bir dənə eləməlidir proses, yoxsa neçə səhv eləyə bilər? Birinci ilə axırıncını səhv eləmir. Hə, birdən çox olsa da yenə də no verməliyəm, düzdür?
Hə, Ay okey. müəllim, bir dəqiqə. A0-ın min maksi, A-ın çıx birində mini olmasını yoxlamaq kifayət deyil. Yox, çünki içində də nə isə fərqli ola bilər. Yəni məsələn belə bir şey ola bilər. Hə, Müəllim, amma bir yenə də sortlayanda o vəziyyətə düşür də. hə, 1 saniyə ola bilər deyəsən dediyin. Ayda. 1 saniyə, bir dəqiqə, bir dəqiqə düşünüm. Müəllim, elədir. Çünki onsuz da içi bizə maraqlıdır. Müəllim, mən kopya götürüb sortlamağa çalışdım. Əgər A-yı sortdursa, amma məsələ orasındadır ki, kopya formunun içində yoxlaya bilmirik ki, A-yı kopya A-ya bərabərdir. Hə. Hə, düzdür. Hə, o məntiqlidir. Amma bir Sanırım saniyə, sual şərti məncə elə deyil axı. 1 saniyə. Elə bir Burada dəfə burada yenə burada. 2 dənədir axı. Bəs onda nə fərq olacaq? Sən bu qırılma nöqtəsini deyirsən də azalana doğru getməyi demirsən, onları sayırsan. Hı. Mhm. 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 Hə, baxırsan ki, neçəsi yerində deyil. Hə, o düzdür. Hə, düz deyirsən. Hə, baxıcı o məntiqlidir. Müəllim, Eee, düzün desəm, mən dediyimlə yazmağa çalışdım, amma bu sortlanmış versiyası mənə problem yaratdı. Sort olanda orada heç nə eləməməliyik. oha, Cəmil birdən ona qalxdı. Mən birdən ona qalxmadım. Mən prosta Bildim, yazdım. yazmışdım, submit elədim sadəcə. Eee, Sonradan 23 sənə yazmışam. İmkansız bir. okey. Bax, elə ən məntiqlisi məsələn, bəlkə də bir neçə üsulla yazmaq olar. Hətta uşaqlar ən kiçikdir deyə bilirsiniz nə etmək olar? Hər dəfəsindən filan 2 dənə element seçib swap eləyib təzədən onun sort versiyasına baxa bilərsiniz ki, daha doğrusu ona baxa bilərsiniz ki, bu sorted oldumu? Yəni çox üsulla yazmaq olar, çünki n çox kiçikdir. Yəni içdən for aça bilərsiniz, nə bilim hər bir elementin swap-inə baxa bilərsiniz. Yəni məsələn də gördünüz ki, tapa bilmirsinizsə, məsələn ən kiçiksə mən nə edərəm? For ilə quraram ki, hər 2 dənə elementi Ən girsin, swap edərsin. N 50-dir. 50 nə deməkdir ki, yəni istədiyin qədər 3-4 dənə for aça bilərsən. Yəni hətta mən bilirsiniz nə edərəm? Məsələn gördüm ki, yol tapıram ən kiçik deyə. Hər 2 elementin swap-inə baxaram. Mən məsələn bu ikisini swap eləyərəm. Deyərəm ki, sonra forda gedim baxım ki, bu sortedudurmu? Yəni hamısı artan ardıcılıqla gedibmi? Görürəm ki, yox, təzədən qayıdıram təzədən əvvəlinə, buna əvvəlinə qaytarıram. Təzədən gedirəm bu ikisinin swap-inə baxıram. Sonra bu ikisinin swap-inə, bu ikisinin swap-inə. Yəni bütün swap-lərinə baxıram. Nə vaxt ki sorted oldu, vəsə mən çıxışa verirəm həmin anda ki, yes. Olmadısa da axırda onu verəcəm. Yəni fərqli-fərqli üsullarla yazmaq olardı. Denəcəm. Yəni bir dənə switch-in necə işlədiyini deyə bilərsiniz. Nəyin? Switch. Switch Yəni var. nə işə yarayır? Switch mi, swap mı? Switch. Swap. Switch.
switch mən istifadə eləməmişəm heç. Bəlkə də hə, bunu deyirsən? Bəli. Hə, okey. Bu şeydir. Bir növ while-a oxşuyur əslində. Sadəcə if-ləri daha qısa yazmaq yerinə bunu belə yazırlar. Heç vaxt istifadə olunmur adətən. Olunur, yəni çox advanced şeylərdə istifadə olunur da, yəni çox real şeylərdə. Yəni olimpiada səviyyəsində o da ki, yəni əslində koda wow bir şey eləmir, sadəcə kodunu biraz qısalda bilər də. Yəni əsas bunu olimpiadada yox da, nə bilim başqa yerdə istifadə edirsənsə bu C++-ı edirlər. Yəni məsələn bu nədir? Bax burdan gedək də tutaq ki, sən burada yoxlamaq istəyirsən ki, normalda həftənin günlərini çıxışa vermək istəyirsən, gedib məsələn yoxlayacaqdın ki, əgər gün 1-ə bərabərdirsə, məsələn Monday ver, 2-yə bərabərdirsə Tuesday, belə-belə getsin də. Bu switch-i yazandan sonra artıq burada case olaraq yazırsan ki, məsələn birinci case-də, yəni bu day 1-ə bərabər olanda gedib Monday ver. Biz bundan sonra belə yazsaq olar. Yox, əlbəttə. Bu çox yəni ehtiyac yoxdur da, başa düşürsən. Amma yaşa görsənir. Yaşa görsənməyi neyinirsiniz ki? Mənim hər dəfə Mənim break yazsaq çatışdı biləsiniz. ChatGPT heç belə yazmır, yəni adətən. Prosta yəni də break break edir. eləməyin mənasında. Hamısında. O bilirsən necədir bu? Əslində bu bir while məntiqidir. Yəni sanki günün nə vaxt ki 1-ə bərabər olanda artıq C avtomatik verib break edir. Yəni digər кейslərə gedib baxma. Break verməsən də heç nə olmayacaq, sadəcə sürətləndirmək anlamına verir. Bilməm, ardıcıl yoxlayır. Yəni məsələn, ya Saturday-dirsə, yəni bir də Sunday-ə bax. Aysa o, yəni nə vaxt ki tapdı, o vaxtda stop edir həmin şeyi. Bildim. Yəni mən ömrümdə olimpiada vaxtında heç vaxt istifadə eləməmişəm switch deyirəm. Niyə o qədər adı Burada yazdığımız kodlara baxırlar, yoxlayırlar ki, məsələn, ChatGPT kodu yazsın. Telefoda zaten necə köçürülə bilərsən ki, sənin internet aksesin olmur. Necə yəni? Yəni biri canlı yazırsan zaten, oradan 50 dənə nəzarətçi var. 2 onların imtahan keçirdiyi yerdən başqa digər saytlara aksesin olmur, yəni girməyə. Yəni girirsən amma server bağlı olur da məncə. Hə, server bağlı olur. Yəni serveri bir dənə sayt üçün açırlar sadəcə interneti. Müəllim, bəs girib internetdə özümüz açsaq kompüterdə. Hardan açarsın? İnterneti nətər açasan ki, sən telefonunda... Səhifədən çıxmaq olmur, müəllim. Yox, olur, yəni sənin internetin ancaq ora üçün, internetin əslində olmayacaq kompüterində, sadəcə onların sayt üçün işləyəcək. Eləyəni can qurban, amma eləyənməyəsiniz də, yəni o qədər sadə bir şey deyil. Müəllim, bəs məsələn, girib interneti düzəltməyə çalışsaq, onda diskvalifiyə ola bilərik. Eləyənməyəsiniz zaten uşaqlar, yəni elə bir şey deyil o qədər rahat görsənsin. Eləyən olsaydı bu günə qədər eləyərdi. Mənim, indi biz RFA-dan medal alsaq, nə avantajım? Universitet imtahan vermədən qəbul olursun. Bundan böyük nə avantaj versinlər? Sən Mənim, məktəbdə normalda imtahan verməliyik, universitet. Yox, verməməlisən, Əkbər. Əkbər vermədən necə qəbul olmalıdır? Sən qollarını açsaqlar ki, gəl Əkbər yanımıza. Yəni, heç bir bal yığmadan necə qəbul ola bilərsən? Adam versin. Müəllim, görmüşəm, çox qəşəng. Mənim, orada Məsələn, bloku bildim də, blok full olur. Amma buraxılışı özün yığırsan, yoxsa onda da sən... Buraxılışı özün yığırsan, sadəcə anlamı olmur da. Bir dənə anlamı nə üçün olur? Məsələn, ada üçün belə bir şey var ki, Azərbaycandan 50-dən çox yığmalısan balı. Bir də riyaziyyatdan gətirmişlər ki, deyəsən o da 50-dən çox olmalıdır. Yəni, spesifik bir bal limiti yoxdur ki, 200-ü keçməlisən, 250-dən keçməlisən. Başa düşdün? Yəni, sadəcə bir öz attestasına görə əslində verirsən ki, məsələn, oradakı qiymətlərin hamısı 5 olsa, yəni 75-dən yuxarı olsa buraxılışdakı qiymətlərin. Hə, onda qızıl attestatına məsələn çıxarsın. Qırmızı vermirlər. Əgər
tez alsanız medalı, yəni 9-10-da alsanız, məktəbdə qiymətlərinizdə hamısını olsa avtomatik 5 yazırlar. Bizim məktəbdə də bilərəm. Əgər elədirsə, medalın da varsa, qırmızı yox, qızıl attestatla qutarsan. Qızıl ya da gümüşü. Ay müəllim, V-nin A-ya bərabər olmamasını necə yoxlayırsınız? Bax, vektoru sortlamışam. Mən İkisində də hə, Yox, mən başa düşdüm. Mən Hə. bunu yazanda mənə niyə error versə? bəlkə mənə də verəcək, hələ run eləməmişəm. Yoxsa müəllim, siz yazmısınızsa 100% düz olacaq. Gəl baxaq. Hə müəllim, bu düz. Yaza bilərəm, bəli. Amma nə Ay bilim. da müəllim, Nə? siz int i sıfırdan V size-a getmisiniz. Mən niyə D-ni daxil edirəm? Mən nədən nəyə getmişəm? Müəllim, siz i-ni sıfırdan başladıb V size-a getmisiniz. E-ni də i olaraq sinirləmisiniz ona görə. Amma mən J eləyirəm o for həmişə. For int J bərabər olsun sıfırdan. J kiçikdir V Fərqi yoxdur. Yəni ikisini də eləyə bilərsən. Sadəcə yəni burada məntiq nədir? Eyni indeksdə duran ədədlər bərabərdirmi? Bərabər deyilsə mən sayı artırıram və bu say 2-dən böyük olduğu halda cavabımız səhvdir. Çünki demək 2-dən böyüksə mən 1-dən çox bir şey istifadə etməliyəm. bu for siz int in n foru olmayanda mənə deyir error verir ki, i hardan gəlib burada. V size-ın içində a-də. Məndə də Əgər olur. burada inti yazmısansa verə bilməz. Əgər sırf eyni forun içində istifadə eləmisənsə həmin i-ni. Əgər burada i-ni tanıtmısansa, tanıtmamısansa verə bilər. Və ona görə deyirəm ki, sən məsələn burada i yazırsan, sonra gəlib təzə for açanda gəlib j ilə yazırsan. Yəni yazma da i ilə yaz yetsin. Niyə qarışdırsan ki? Mənim bitdi. Yazdığım. Sualda belə. Gedək M sualına baxaq. Heç yazılmayıb. Takaşaki, Takaşaki. Yəni bu Takahashi-də nə qədər Deməli, N dənə Mənim bir dənə yemək növü var. Pəncərə sualı. Pəncərə. Hə, o. Maraqlı sualdır. Gayet çətin sualdır. Xeyr. Burada neçəsinə for açacaq? Burada elə bir dənə mən görüm hesablamanı eləyim, görüm düz verirmi? Sadəcə ona baxmaq istəyirəm. Bir dəqiqə. Mənim B çıxılsın, A-i Hə, çıxıb. üçüncünü yeyəndə onun Mənim burada B-dən B, yəni A-i çıxıb B-dən qədər xal gələcək amma hər yeyilən yemək. yox, sadəcə bu yeməyi yeyirsə, niyə buna 4 xal gəlir? Burada Mən üçüncü növbə, indeksdə elə bir belə- ondan sonraki yemək onun nömrəsindən biri böyükdürsə, əlavə olunurdu onun. Yox, o da bir saniyə başım qarışdı. Sonra bir dəqiqə bunu yeyirsə, onda 2 xal qazanır. Yeməliyəm, əgər onun nömrəsində kimsə yeyibsə, ona əlavə olunacaq. Başa düşdüm. Biraz sualı qəribə veriblər, xoşum gəlmədi sual şərtində. Okey. Baxın, sual şərtində belə bir şey deyir uşaqlar.
Bizə birinci bu yeməklərinin nömrələrini verir. Məsələn, 3 nömrəli yemək, 1 nömrəli yemək, 2 nömrəli yemək. Siz soldan başlayaraq bu yeməkləri yeyərək gedirsiniz. Məsələn, 3 nömrəli yeməyi yeyəndə sizə bu üçlü deyə bu B massivində 3 dənə massivimiz var. A massivi, B massivi, C massivi. Hər yemək yeyəndə bunun nömrəsi qədər, yəni bu 3-cü nömrədə deyil, onda B-nin 3-cü elementi qədər sizə xal gəlir. Məsələn, bunu yediniz deyə 4 xal gəldi. Sonra 1-i yeyəndə 2 xal gəlir sizə. 2-ni yeyəndə sizə 5 xal gəlir, üstəgəl 3 xal gəlir. Bəs bu massiv nədir? Əgər siz məsələn, bunu yeməmişdən qabaqki bu idisə və bu i plus 1-dirsə, yəni ardıcıl gələn yemək nömrələridirsə bu, siz bu i-nin qədər də C massivindən xal gəlmiş olursunuz. Biraz çox qarışıqdır. Bir saniyə təzən izah edirəm. Bir saniyə. Bunu götürün bura. Çətin deyil. Sadəcə sualın şərtini biraz qəribə veriblər. Hesablamadır sadəcə. Bir saniyə. Deməli, başlayan. Okay. Deməli, bu bizim A massivimiz olsun, bu bizim B massivimiz olsun, bu da bizim C massivimiz olsun. A massivindən siz məsələn AI elementin yediniz, düzdür? Sizə AI elementin yeyəndə B A-inci indeksdəki element qədər xal gəlir. Bunu indeksləməyi birdən nömrələyin, elə təsəvvür edin. Yəni məsələn burada siz 3-ü yedinizsə, nə qədər xal gələcək? B3-də duran ədəd qədər xal gəlir. Yəni məsələn burada 4 xal gəldi. Əgər uşaqlar siz i-inci yeməyi yemişsinizsə və bundan sonra bunun ardınca i plus 1-inci yeməyi yeyirsinizsə, yəni ardıcıl gələn, məsələn 1 ilə 2 kimi, belə yeyirsinizsə, onda sizə i plus 1-incini yeyəndə bundan əvvəl i-ni yemisiniz deyə C i qədər xal gəlir. Məsələn burada. Bu nədir? 1-i yeyibdi 2-dən qabaq. Onda 2-ni yeyəndə 1 bu gələcək, 5 gələcək. Yəni B2 gələcək. Bir də ki, 2-dən əvvəl 1 gəlibdi deyə C1 qədər xal gələcək. Yəni 3 gələcək. Yəni 8 xal gəldi məsələn 2-ni yeyəndə sizə. Sual şərti harda saydındır? Mənim səsim Necə? Hamısını yeyəsən, hə, soldan sağa doğru hamısını bir-bir yeyə getsən.
deyir ki, hamısını yeyəcək. Acdır. Son şərti qərbədir. Razıyam, ona görə kodun yazmıram. Edək yeməyi. Okey, baxaq buna. Stringcə sambalı sualdır. Deməli, bizə bir string verilir, ədəd Benim çok verilir. asan sualdı bu arada. Bəs niyə yazılmıyor? Ee, Bir dəqiqə, məsələn, A, Z-i follow eləyir, okey. 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 Hər birini İşlemek olardı. yox, əlbət. En qədər irəli 26. Asan sualdır, uşaqlar. Mən də dedim nə var. Bizə biri A-la B-yə keçir deyə Z qutarandan sonra. Okey, indi hər şey gəldi. Deməli, bizə bir string verilir və bir ədəd verilir. Biz stringin hər bir hərfini n qədər sağa sürüşdürməliyik əlifba sırası ilə. Məsələn, mənim hərfim olsun S-i deyək buna. Mən bunu for int j sıfıra bərabər olsun, j getsin n-ə qədər, j++. Yəni, bu qədər sağa sürüşdürə gedəcəm. Və uşaqlar, mən bir dənə buradan LLF götürəcəm. Hansı ki, bunun nəyinə bərabər olsun deyək. Bərabər yox da. Bu sortda bir şərtlə yazmaq olur. Necə bir şərtlə? Yəni, məsələn, A-dan B-yə keçməsini təmin eləmək. Adam Ancaq bir dənə i dövrünü açılır, ancaq orada şərt yəni, yazılır. Sən nə şərtin deyirsən, nə şərtin yazaq görə? Elə bil Z-dən sonra yenidən A-nın qayıtması. Okey, deyil, indi onu yazacaq zaten. Prosta mən hər dəfə bir artıra gedirəm, yəni bir sağa sürüşdürə gedirəm. N dəfə sağa sürüşəcək bu. Və uşaqlar, mən sürüşdürə gedəndə burada bir dənə şey yoxlayacağam. Əgər indi hərfim Z-ə bərabərdirsə, mən artıq Z-ə bərabərdirsə nə baş verəcəkdi mən burada gedib plus eləyəndə? Hərf bitəcəkdi, kiçik hərflərə başlayacaqdı, düzdür, ASCII sırasına əsasən. Ona görə mən deyirəm ki, hərf bərabər olsun A-ya və sən continue elə. Yəni, gedib burada bir dənə də plus eləmə. Elə sən hərfi A-ya bərabər elə, yəni Z-dirsə, mən burada zaten gəlib plus eləyəcəkdim, düzdür? Və itəcəkdi artıq həmin hərf. Ona görə deyirəm ki, həmin hərf Z-ə bərabərsə, sən həmin hərfi A-ya bərabər elə və continue elə. Və Cout-da sadəcə həmin hərfləri çıxışa verəcəm. Məsələn, baxaq buna. C, D, Y, Z, A, B. Növbəti hərflər verməliydi, yoxsa? Yəni, n dəfə sağa sürüşəndən sonramkiları verəcəkdim. Yəni, hər bir hərfi n dəfə sağa sürüşdürəndən sonra nəyə bərabər olur? Ayda asan sual idi. Bəli. Müəllim, pendingdədirsə, o submit failed olacaq. Ya, burada olanda özü submit olacaq. Amma burada olanda. Məncə statusa düşürsə, özü submit olacaq. Müəllim, amma burada da submit failed olacaq. Burada da verir çünki. Müəllim, növbəti suala keçsin ona qədər. Vaxt ikisidir. Yox, submit oldu sonunda. Okey. Deməli, Y-də baxdıq. Soran burada. Müəllim, az yazılan sual tapa bilmirsən. Hamısı demək olar yazılıb. W-yə baxaq.
Yenə bir ənədədir və Yəni bu string sual çox verilir. asandır əslində. Deyir ki, yarısı digər yarısına bərabərdir. Çox asandır. Uşaqlar, bunu yarıdan bölün. Baxın ki, birinci S-in sayı cütdürsə, zaten S-in sayı hətta cütdürsə, S-in sayı cütdürsə gedin yarısına bölün, substitutla da eləyə bilərsiniz. Adi gedib yarısını götürüb cəmləyə də bilərsiniz forla. Substitutla, X bölü 2. yəni yarısını elə götürə bilərsiniz və bir dənə də elə ən başda no case-in bir dənə elə yoxlaya bilərsiniz ki, əgər S-in sayı təkdirsə, Müəllim, bu bir stringdə cəmləmək olur ki, yəni boş bir string götürüb bir-bir hərflərini cəmləyə gedə bilərsiniz. Bərabər eləyirik müəllim o birsən. Yəni belə bir şey deyirəm. Məsələn, string məsələn F olsun, bu boşluğa bərabər olsun. F-in üzərinə məsələn hər dəfəsində bu hərfləri gələsən, belə bir şey. Və yaxud da S ilə gələsən. Okay, buna baxmaq istəmədim. S sualı. Bu dəfə takoya kilməli. müəllim bu çox çətinliyə həqqı. Massivləri deyəsən bölürsən, neymirsən? Oy, uşaqlar, çox asandır. Bilməzsiniz. Uşaqlar, sadəcə hər dəfə element seçirsiniz, onların hasillərini götürüb cəmləyirsiniz. Bəli. Yəni, məsələn, bu ikisini seçdiniz, bunun ikisinin hasili elədi 3. Sonra bu ikisini seçdiniz, bunların hasili